Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə pambıq kimi yumşaq, çox dadlı kəsmili bulka resepti bölüşürəm. Deməli, ilk öncə xəmiri yoğurmaq üçün qaba 1 çay qaşığı quru maya tökürəm, 2 xörək qaşığı şəkər tozu tökürəm və 200 ml stəkandan 1 stəkan yarım ilıq südü bura töküb çırpıcı ilə qarışdırıram. Ardından üzərinə 1 ədəd orta boy yumurta tökürəm və bunları da təkrardan yaxşı qarışdırıram. Üzərinə 5 stəkan ələdiyim unu da əlavə edirəm və 1 çay qaşığı duz da bura töküb xəmiri yoğurmağa başlayıram. Yumşaq, ələ yapışqan bir xəmir olmalıdır. Qabın içinə biraz un səpib xəmiri bura yerləşdirirəm və üzərini dəsmalla örtüb ilıq yerdə təxminən 2 saat gəlməyə qoyuram. Keçək içliyi hazırlamağa. İçlik üçün videoda gördüyünüz kəsmikdən istifadə edirəm mən. Siz də başqa kəsmikdən istifadə edə bilərsiniz. Üzərinə 2 xörək qaşığı şəkər tozu tökürəm və bunları yaxşı bir-birinə qarışdırıram. Xəmir də artıq mayalanıb, havasını alıb qabdan çıxardıram. Masanın üzərinə biraz un səpib, xəmiri əlimlə toparlayıb kündə halına gətirirəm. Həmin dəstəklə hər tərəfini eyni qalınlıqda yayıram. Xəmiri videoda gördüyünüz kimi dördbucaq formasında yayıram. Və üzərinə 20 qram yumşaq kər yağını sürtüb yayıram. Ardından o kəsmili içliyi də əlavə edib hər tərəfini sürtüb yayıram. İstəsəz bura zövqə görə kişmiş və yaxud da damla şokolad da səpə bilərsiniz. Gördüyünüz kimi rulet formasında bükürəm. Tərsini çevirib uçlarını da birləşdirirəm. Şpakerlə və yaxud da bıçaqla 10 hissəyə bölürəm və gördüyünüz kimi xəmirin alt hissəsini bağlayıb üst hissəsini əlimlə basıb forma verirəm. Hamısını bu cür qaydada hazırlayıb listə düzürəm. Üzərlərinə bir yumurtanın sarısını çəkirəm və qoyuram 200 dərəcədə yarım saat pişsin. Bulkalarımız artıq pişib hazırdır. Gördüyünüz kimi pambıq kimi yumşaqdılar. Dadı da həqiqətən çox dadlıdır. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.